Salam, Bill Talks efirdədir. Mən qida sinif şagirdi Xədicə Babayeva və sinif rəhbərimiz Mehri Hacıyeva ilə müəllimlə dost olmaq olar, yoxsa olmaz haqqında müzakirə edəcəyik. Salam, başlayaq. Sizcə müəllimlə dost olmaq olar, yoxsa bu düzgün deyil? Məncə müəllimlə dost olmaq olar və bu düşünürəm ki, şagird və müəllim münasibətinə pozitiv təsir edə bilər. Sadəcə buradakı məncə əsas məqam bundan ibarətdir ki, hər iki tərəf öz sərhədini bilməlidir və bunu düzgün qurmalıdır. Bu şərtlər daxilində əlbəttə ki, olmaq olar. Sizcə müəllim və şagird dostluğu sinif mühitinə necə təsir göstərə bilər? Fikrimcə pozitiv təsir göstərə bilər. Çünki əgər şagird hiss eləsə ki, orada o anlaşılır, onun fikrinə diqqət var, o istər-istəməz dərs mühitində də öz suallarını çəkinmədən verə bilər, fikrini rahatca ifadə edə bilər. Sizcə müəllimlə dost olmaq dərs mühitində hörməti azaldarmı, yoxsa artırarmı? Məncə müəllimlə dost olmaq hörməti azaltmaz. Çünki hörmət elə bir bağdır ki, onu qorxu ilə və sair əldə etmək mümkün deyil. Onun təməlində yalnızca münasibətin güclü qurulması durur, yəni azaltmaz. Müəllimlə dost mühiti sizcə uşaqlarda öz fikirlərini daha rahat ifadə etməyə imkan verirmi? Əlbəttə. Yəni əgər şagird bilsə ki, qarşısındakı şəxs onu anlayır, onun fikirlərinə hörmətlə yanaşır, onu kimsə başa düşür, artıq bu mühitdə uşaq özünü rahat hiss eləyəcək və fikirlərini də sərbəst şəkildə ifadə edəcəyini düşünürəm. Bəs sizcə belə mühit şagirdlərin dərslərinə nə kimi zərərlər vura bilər? Açığı belə bir mühitin şagirdlərə çox zərər verəcəyini düşünmürəm. Sadəcə orada müəyyən bir məqam ola bilər ki, məsələn, şagird o sərhədi müəyyən qədər qorumaya bilər. Yəni, söhbət burada artıq müəllimə qarşı yaranan rahatçılıqdan, doğmalıqdan gedir. Təbii ki, belə olduğu halda müəyyən qədər şagirdin məsuliyyəti azala bilər və dərslərinə qarşı da nəticəsi azala bilər bu halda. Müəllimlə dostluğun uğurlu nümunəsini həyatınızda görmüsünüzmü? Açığı, mən və mənim yaşıdlarım, biz müəllimlərlə dost mühiti çox görməmişik. Bizim müəllimlərlə olan münasibətimiz daha çox hörmət çərçivəsində olubdur. Ona görə də mənim bir müəllim kimi əsas qayələrimdən biri şagirdlərimlə öz görmədiyim münasibətləri yaşatmaqdır. Xədicə, indi isə mənim sənə bir sualım olacaq. Bəs sənə görə müəllimlə şagird dost ola bilərmi? Məncə olar. Mən bu suala sizlə bizim aramızdakı münasibəti nümunə göstərə bilərəm. İştirakınıza görə çox sağ olun müəllimə. Bill Talks efirdəydi.